Ona görə mən həmişə deyirəm ki, bu cürə eləməkdənsə gəncləri yetişdirin. Tələbələrin təhsil haqqını ödəyin. Onların kurslarına dəstək olun. Universitetlərə qəbul olsunlar. İçlərindən bircə nəfərin çıxması belə bəsdir. Bu sadəcə həcc məsələsindən deyil. Təsəvvür edin, bu günlərim insanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir. Sonra pul gedir. Getdiyiniz zaman çünki həqiqətən insanın bəzən elə olur ki, əsəbləri korlanır. Neyi dəyişir? 52 həftə var ildə. Bu günlərim Azərbaycanın özündə 2000-dən çox məscidimiz var. Hər məscidə cümə günü təsəvvür edin 100-cə nəfər gəlsə, 200 min nəfər eləyir. Bu ölkəmizə və yaxud da həmin yerdə, bölgədə yaşayanlara bir faydası varmı? Yoxsa orada sadəcə olaraq qələbəlik yaratmaqdan və yaxud da orada tıxac yaratmaqdan başqa o insanlara, qonşuluqda yaşayanlara bir problem yaratmaqdan başqa bir xeyri dəyirmi? Neysə dəyişdirirmi? Əksinə bəzən bir də görürsünüz, məhzəb söhbəti salıb bir-birimizdən ayrılırıq. Orada danışılan xütbələr artıq dəyişməlidir. Həmin oradakı ifadələr, terminlər, din dili dediyimiz anlayış dəyişməlidir. Müasirləşməlidir. Gəncləşməlidir. Dövrümüzün tələblərinə uyğun olmalıdır. Çünki artıq bu günlərim onlar gənclərə Z nəsli dediyimiz, Z kuşağı deyilən, Z nəsli deyilənlərə səslənə bilmirlər. Gələcək alfa nəslinə səslənə bilməyəcəklər. Həmin o 2000 məscidə hər dəfə 100-cə nəfər gəlsə, həmin o 200 min nəfər hər cümə günü bircə manat, məsələn deyək ki, ödəniş eləsələr, həftəyə 200 min manat pul eləyir. Pullu təhsil alan, həqiqətən 100 tələbənin bir illik təhsil haqqını bircə həftəyə ödəmək olar. Bir aya mərkəz inşa eləmək olar. Bir ilə 10 milyon 400 min manat pul eləyir. Kitab çap elətdirmək istəsəniz 10 minlərlə kitab nəşr etdirmək mümkün olar. Yüzlərlə sayt açıb insanların ixtiyarına vermək olar. Applicationlar hazırlamaq olar. Dostlar, yəni demək istədiyim odur ki, bu gücü görürsünüzmü? Bunu biz təsəvvür eləyə bilirikmi? Bunu eləyərkən də məqsəd həqiqətən yenə də doğru olmalıdır, dürüst olmalıdır. Bunları elədiyimiz zaman, doğru şəkildə olduğumuz zaman, məqsədimiz düzgün olduğu zaman, o zaman həqiqətən Allahın bizdən istədiyi cümə namazı anlayışı da formalaşmış olacaq, cümə günü toplanmağımızın bir mənası olacaq, həccə getməyimizin bir mənası olacaq, müxtəlif aylarda bunun həyata keçirmənin bir xeyri olacaq, insanlığa bir çarəsi olacaq, faydası olacaq. Həqiqətən də ona görə gücü çatan insanlar bu anlayışdan düzgün şəkildə istifadə edəcəklər.